Herkese salam, mən Yeganə Muxtarlı, sizin coğrafiya müəlliminiz. Bu gün sizə hava kütlələri, iqlim və iqlim qurşaqları mövzusunu izah edəcəm. Əgər video sizin üçün faydalı olarsa, əməyə hörmət əlaməti olaraq videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq. Keçək video izaha. Hava kütlələri. Hava kütlələri havanın iri həcmli hissələrinə deyilir. Yəni troposferin ümumi fiziki xassələrə malik olan və çox böyük əraziləri əhatə edən hava hissəsinə və hava kütləsi deyilir. Hava kütlələrinin özlərinin fərqli xüsusiyyətləri var ki, hava kütlələri bir-birindən temperaturuna və yağıntısına görə fərqlənir. Hansı hava kütlələri var? Gəlin onlara baxaq. Deməli, ekvatorial hava kütləsi, ekvatorial hava kütləsi həm isti, həm də rütubətli hava kütləsidir və ekvatorial hava kütləsinin ancaq dəniz tipi var. Yəni, ekvatorial hava kütləsi il boyu dəniz tipi hakim olacaq. Yəni, xüsusiyyətləri nə olacaq? İl boyu həm isti, həm də rütubətli olan hava kütləsidir. Və ekvatorial hava kütləsi il boyu ekvatorial enliklərə təsir edir və təsir elədiyi ərazilərdə də yağıntılı hava şəraiti formalaşır ki, burada ekvatorial hava kütlələrində qalxan hava axınlarıdır. Qalxan hava axınları isə tədricən soyuyur və kondensasiyaya məruz qalaraq buludu əmələ gətirir. Daha sonra gələk tropik hava kütləsinə. Tropik hava kütləsi isə iki tipi var. Tropikin, deməli, dəniz tipi və kontinental tipi. Kontinental tipi mövcuddur. Tropik hava kütlələri tropik enlikləri arasında, yəni şimal və cənub tropik enlikləri ətrafında formalaşır. Tropik hava kütləsinin temperaturu yüksək olur, hava quru və aydın tozlu olur. Burada hava yüksək təzyiq olduğuna görə havanın enən hərəkətidir və yağıntı vermə ehtimalı azdır. Lakin onu qeyd etmək lazımdır ki, tropik hava kütlələrinin dəniz və kontinental tipində hava şəraiti fərqli olur. Tropikin dəniz tipi okean və dənizlərin üzərində formalaşdığına görə həm isti, həm də rütubətli olur. Həm isti, həm də rütubətli olur. Bununsa səbəbi yüksək temperatur və su mövcud olduğuna görə suyun sürətli şəkildə buxarlanması və kondensasiya ilə yağıntı verməsi ilə əlaqədardır ki, eyni zamanda temperaturla yanaşı rütubət də boldur. Tropikin kontinental tipində isə burada da havanın temperaturu isti olur. Sadəcə olaraq quru üzərində formalaşdığına görə, materiklərin ərazilərində formalaşdığına görə isti və quru hava şəraiti olacaq digər tipdən fərqli olaraq. Daha sonra gələk mülayim hava kütlələrinə. Mülayim hava kütləsinin də tropik hava kütləsi kimi iki tipi mövcuddur. Mülayimin dəniz hava kütləsi və kontinental. Mülayim hava kütləsi ümumiyyətlə 50-60 dərəcə şimal və cənub enlikləri arasında formalaşır. Hava mülayim olur, ancaq fəsillərə görə bu hava kütləsi fərqli təsir edir. Mülayim hava kütləsinin dəniz tipi dənizlərin və okeanların üzərində formalaşdığına görə qış yumşaq, yay isə sərin keçir. Amma kontinental tipi dənizdən fərqli olaraq qurunun üzərində materiklərdə formalaşdığına görə qış soyuq, quru, şaxtalı, yay isə isti və quru keçəcək. Daha sonra gəlirik Arktik hava kütləsinə. Arktika hava kütləsinə. Arktika hava kütləsini Arktika zonasında, yəni qütbə yaxın ərazilərdə yaranır. Temperaturu aşağı olur və rütubətliliyi də az olur, yəni quru hava kütləsidir. Qütbə yaxın olduğuna görə də burada yüksək təzyiqdir. Yüksək təzyiqdə də bilirik ki, havanın enən hərəkəti olduğuna görə burada hava yenə quru olacaq. Arktika hava kütləsinin də iki tipi var. Dəniz Arktika hava kütləsi və yenə də kontinental. Kontinental Arktika hava kütləsi var. Dəniz Arktik hava kütləsi Şimal Buzlu okeanın donmayan səthinin üzərində formalaşır. Burada deyə bilərik Norveç, Barents dənizlərində, Spitsbergen və Qrenlandiya adalarının
üzərində formalaşır və nisbətən rütubətli olur digər tipinə nəzərən. Ümumiyyətlə isə Arktik hava kütləsində rütubət çox az olur. Bu da yenə də qeyd elədiyimiz kimi yüksək təzyiqlə əlaqədardır. Kontinental Arktik hava kütləsində isə Şimal Buzlu okeanının donan səthində formalaşır. Burada hava şəraiti təbii ki quru, şaxtalı, yəni kəskin şaxtalar olur, güclü küləklər müşahidə olunur, hava quru, yağıntısız olur və yüksək atmosfer təzyiqi mövcud olur. Arktika hava kütləsinin cənub yarımkürəsində Antarktika hava kütləsi mövcuddur ki, Antarktika hava kütləsi Arktikadan fərqli olaraq ancaq kontinental tipi var və cənub yarımkürəsində Antarktida materikinin üzərində formalaşır. Antarktida materik üzərində formalaşır. Ona görə də bu ancaq kontinental tipində, Arktikin kontinentalı kimi, hətta ondan daha kəskin şaxtalı, quru və aydın hava müşahidə olunur. Deməli, hava kütlələri barədə bu qədər. İndi keçək iqlim və iqlim qurşaqları mövzusunu izah eləməyə. Son olaraq onu da qeyd edə bilərəm ki, dediyimiz kimi ekvatorial hava kütləsi ilə, deməli Antarktika hava kütləsindən başqa qalan bütün hava kütlələri tropik, mülayim və arktika hava kütləsinin hər iki tipi, dəniz və kontinental tipi var. Ekvatorialın ancaq dəniz tipidir, Antarktika hava kütləsinin isə ancaq kontinental tipi mövcuddur. İqlim və iqlim qurşaqları mövzusunun xəritə üzərində izah edək. İqlim nəyə deyilir? Havanın çox illik təkrarlanan rejiminə iqlim deyilir və iqlimin əmələ gəlməsinə bir sıra amillər təsir edir ki, bunlara əsas və köməkçi amillər aiddir. Əsas amillər coğrafi enlik, günəş radiasiyası, atmosfer dövranı və səthi örtüyüdür. Köməkçi amillər isə relyef, okean cərəyanları, su hövzələrinə, yəni dəniz və ya okeanlara yaxınlıq aid olunur. 13 iqlim qurşağı var. Bunlardan 6-sı keçid, 7-si əsasdır. Gəlin baxaq hansılardır. Deməli, əsas iqlim qurşaqları ekvatorial iqlim qurşağıdır. Daha sonra tropik iqlim qurşağıdır, şimalda və cənubda. Daha sonra mülayim iqlim qurşağıdır və Arktik və Antarktik iqlim qurşağıdır. Onların arasındakı ərazilərdə olan iqlim qurşaqları isə keçid iqlim qurşaqlarıdır ki, buna aid olacaq deməli subekvatorial iqlim qurşağı, subtropik iqlim qurşağı, daha sonra subarktik və subantarktik iqlim qurşağı isə keçid, 6 dənə keçid iqlim qurşağıdır. Əsas və keçid iqlim qurşaqlarının bir-birindən fərqi odur ki, əsas iqlim qurşağının özünə məxsus xüsusiyyətləri var, amma keçid iqlim qurşağının, yəni özünə məxsus hava kütlələri var. Həmin hava kütlələrinin də xüsusiyyətləri fərqlidir. Bayaq qeyd elədiyimiz kimi video izahda əsas iqlim qurşaqlarından fərqli olaraq keçiddə isə öz hava kütlələri yoxdur. Onlara qonşu olan əsas iqlim qurşağının hava kütləsini qış və yay aylarında qəbul edir. Deməli, İndi baxaq iqlim qurşaqlarının xüsusiyyətlərinə. Başlayaq ekvatorial iqlim qurşağından. Ekvatorial iqlim qurşağı il boyu ekvatorial enliklərdə, yəni ekvator xətti ətrafında formalaşır. Ekvatorial iqlim qurşağının illik temperaturu, deməli orta illik temperatur 25-28 dərəcə arasındadır. Yağıntısı 2000-3000 mm arasındadır. İl boyu ekvatorial hava kütlələri təsir edildiyinə görə də burada il boyu isti və rütubətli hava kütləsi hakimdir. Buna əsasən də illik temperatur amplitudunun və ya orta illik yağıntının miqdarı burada həmişə kiçik olacaq. Daha sonra radiasiya, səpələnən radiasiyada hava da həmişə belə deyək, yüksək bulutluluq hakimdir və il boyu yüksək temperatur hakimdir. İl boyu rütubət bol olduğuna görə də ekvatorial iqlimin formalaşdığı ərazilərdə çay şəbəkəsi sıx formalaşacaq və zəngin bitki örtüyünə malik olacaq bu ərazilər. Ekvatorial iqlim qurşağının yayıldığı ərazilərə baxaq. Cənubi Amerikada ekvator xətti boyu ərazilər qeyd edə bilərik, yəni bura aiddir Amazon ovalığı. Afrikada mərkəzi ekvator boyu ərazilərdir, yəni Kongo çökəkliyi və Qvineya körfəzi sahilləridir. Asiyanın cənubunda isə deyə bilərik ki, burada belə deyək də, burada Zond adalarını
və Filippin adalarının bir hissəsini əhatə edir. Ekvatorial iqlim qurşağı bura aiddir Malakka yarımadası, Sumatra adası, Kalimantan adası, Sulawesi adası, Filippin adalarının cənub adası Mindanao, sonra Şri Lanka adasının cənub hissəsi, Yeni Qviney adasının da şimal hissəsi ekvatorial iqlim qurşağında yerləşir. Gördüyümüz kimi ekvatorial iqlim qurşağı tam zolaq əmələ gətirməyibdir. Yəni materiklərin ancaq müəyyən hissələrini əhatə etmişdir. Gəlin ekvatorial iqlim qurşağının diaqramına baxaq. Deməli, ekvatorial iqlim qurşağının diaqramı baxın, gördüyünüz diaqramdır. Bu iqlim qurşağını dediyimiz kimi il boyu ekvatorial hava kütləsi hakim olduğuna görə il boyu həm isti, həm yağıntılıdır. Baxın, bu temperatur xəttidir. Temperatur xəttinə qeyd elədiyimiz kimi temperatur 25-28 dərəcə arasında dəyişir və demək olar, baxın, aylar üzrə eynidir temperatur. Ona görə də illik temperatur amplitudası da az olacaq. Yağıntısı isə il boyu gördüyünüz kimi, baxın, bu mavi sütunlar yağıntını əks elətdirir aylara görə, ilin 12 ayına görə. Yağıntılar isə demək olar bərabər paylanmışdır aylar üzrə və 2000-3000 arası yağıntı düşür. Bu diaqramda nümunə üçün 2172 mm yağıntı göstərilmişdir. Biraz daha yaxından baxaq diaqrama. Baxın, bu şəkildə. Bu ekvatorial iqlim qurşağının diaqramıdır, əsas iqlim qurşağıdır. Daha sonra subekvatorial iqlim qurşağına baxaq. Subekvatorial adından da göründüyü kimi sub sözü keçid deməkdir. Keçid iqlim qurşağıdır. Yəni özünə məxsus hava kütləsi yoxdur. Yay və qış aylarında fərqli hava kütlələri hakim olur. Subekvatorial iqlim qurşağı deməli temperaturu 28-30 dərəcə arası olacaq. Yağıntısı 1000-2000 mm arasında olacaq. Subekvatorial iqlim qurşağı onun qonşu olan iqlim qurşaqlarının hava kütləsini qəbul edir. Məsələn, şimal subekvatorial iqlim qurşağında necə olacaq? Yayda ümumiyyətlə subekvatorialda, yayda ekvatorial, qışda tropik hava kütlələri hakimdir. Özünə məxsus hava kütləsi olmadığına görə yayda ekvatorial və qışda tropik hava kütləsi həm şimalda, həm cənubda hakim olduğuna görə subekvatorialın yay ayları rütubətli, qış ayları isə quru və isti keçir. Amma həm qış, həm yay aylarında temperatur 28-30 dərəcə arasında olur və isti keçir. Yayda ekvatorial hava kütləsi hakim olduğuna görə yay ayları rütubətlidir. Ona görə çayları yay aylarında bol sulu olur. Qış aylarında tropikdə quru olduğuna görə qış ayları qıt sulu olacaq. Məsəl üçün deyə bilərik Hind, Qanq, İravadi, sonra buradan Mekong çayını deyə bilərik ki, subekvatorial iqlim qurşağında yerləşən çaylardan hesab olunur. Daha sonra Zambezi çayını deyə bilərik, buradan Orinoco çayını qeyd edə bilərik ki, subekvatorial iqlim qurşağının çaylarıdır. Subekvatorial iqlim qurşağının hansı ərazilərdə yayıldığına baxaq. Şimal yarımkürəsində baxın, ekvatorialın şimalda və cənubda əhatə etdiyi ərazilərdə, ekvatordan şimalda və cənubdakı ərazilər əhatə edir. Ekvatordan şimalda baxın, Orinoco ovalığı, daha sonra burada Qviana yaylasını, sonra gəlirik burada Böyük Səhranın cənub hissəsini, baxın, bu ərazilər əhatə edir. Şərqi Afrika, Efiopiya yaylalarını, sonra Böyük Səhranın cənub hissəsini, Zambezi çayı hövzəsini əhatə edir. Sonra burada Hindistan, Hindiçin yarımadaları, Filippin adasının şimal hissəsi, Şri Lankanın şimal hissəsini əhatə edəcək. Cənub yarımkürəsində isə eyni şəkildə ekvatorun cənubunda Braziliya yaylasını deyə bilərik. Sonra buradan Zambezini qeyd elədik. Avstraliyanın şimalında isə Yeni Qviney adasının cənub hissəsini deyə bilərik. Yava adasını deyə bilərik. Arnhem Land, Cape York yarımadalarını əhatə edir. Belə, indi gəlin bunun subekvatorialın iqlim diaqramlarına baxaq. Subekvatorialın şimalda və cənubda iqlim diaqramları fərqlidir. Deməli, bu subekvatorial iqlim qurşağının şimal və cənub yarımkürələrində diaqramlarına baxaq. Şimal yarımkürəsinin subekvatorial iqlim qurşağının diaqramında baxın, gördüyünüz kimi temperatur deməli 28-30 dərəcə arasında və demək olar ki, aylar üzrə o qədər də dəyişkən deyil, sabitdir. Yağıntısı isə gördüyünüz kimi
yay aylarında demişdik, ekvatorial, qışda tropik hava kütləsi hakimdir və yay ayında, şimalın yay ayı iyun, iyul, avqust aylarında gördüyünüz kimi yağıntılar çox düşüb. Qış aylarında isə dekabr, yanvar, fevralda yağıntılar az düşmüşdür. Amma cənubun subekvatorialı isə bundan fərqli olaraq yenə eyni qaydadır. Yayda ekvatorial, qışda tropikdir. Sadəcə olaraq cənubun yay ayları dekabr, yanvar, fevralda gördüyünüz kimi rütubətlidir. Qış ayları isə quru. Cənubun qış ayları da iyun, avqustu gördüyünüz kimi quru keçib, yağıntı az düşüb. Ümumilikdə subekvatorialda 1000-2000 arası yağıntı olur. Burada 1200 qeyd olunmuşdur. Temperaturu da yenə eyni şəkildədir. Sadəcə cənub yarımkürəsində temperatur xətti aşağıya doğru əyilmiş formada çəkilir. Daha sonra tropik iqlim qurşağına baxaq. Tropik iqlim qurşağı subekvatorialdan şimalda olan əraziləri əhatə edir. Tropik iqlim qurşağında deməli iki tip var. Tropikin dəniz tipi və tropikin kontinental tipi. Dəniz və okean üzərində tropikin deməli dəniz tipi formalaşacaq. Amma qurunun üzərində isə tropikin kontinental tipi formalaşacaq. Ümumiyyətlə tropik iqlim qurşağının formalaşdığı ərazilər tropik enlikləri ətrafındakı ərazilərdir. Burada havanın enən hərəkətidir və yüksək təzyiq sahəsi formalaşır. Biz də bilirik ki, yüksək təzyiq və enən havada yağıntısız hava müşahidə olunur. Radiasiya düz radiasiya olacaq, aşınma fiziki aşınma intensiv olacaq. Burada buxarlanma qabiliyyəti və ya mümkün buxarlanmanın qiyməti böyük olacaq. Çay şəbəkəsi iqlimin quraqlığı ilə əlaqədar olaraq seyrək olacaq və ərazisində əsasən səhra və yarım səhralar, kontinental tipində də səhra və yarım səhralar formalaşacaq. Tropik iqlim qurşağının daxilində musson küləklərinin təsirinin olduğu yerlərdə hansı ərazilərdir ki, Cənubi və Cənubi Şərqi Asiya ərazisində həmin bu musson küləkləri ilə əlaqədar olaraq tropik iqlim qurşağı şimal yarımkürəsində tam zolaq əmələ gətirə bilmir. Ki burada da yəni baxın Hindistanın şimal-qərb hissəsində Tar səhrası regionunda tropik iqlim qurşağı qırılır və burada subekvatorialla subtropik, yəni iki keçid iqlim qurşağı qonşulaşmış olur, yəni bir-biri ilə keçid kimi formalaşır. Daha sonra baxaq ki, tropik iqlim qurşağının dəniz və kontinental tipi hansı ərazilərdə formalaşmışdır. Tropik iqlim qurşağından ümumiyyətlə baxın, bu 3 rəqəmi ilə verilən ərazidə tropik xətti ətrafı. Burada Kaliforniya yarımadasında, Meksika yaylasında tropikin deməli səhra tipi formalaşır. Bu nə ilə əlaqədardır? Buradan soyuq cərəyanların təsiri ilə əlaqədardır. Şərq hissəsində isə deməli Florida, Yucatan yarımadalarıdır. Burada Kuba, Haiti, Baham adaları qrupudur. Yəni West Indiz adalarıdır. Burada isə isti və rütubətli tropik hava iqlim qurşağı formalaşıb. Sonra okean üzərində təbii ki, yenə rütubətli tropikdir. Afrikanın şimalında böyük səhra və digər səhralar, Nubiya, Liviya səhralarında tropikin kontinental tipi, eyni zamanda da Ərəbistanda da Tar səhrasına qədər quru tropik iqlim qurşağı formalaşıb. Cənub yarımkürəsində də yenə tropik xətti ətrafında qərb hissədə baxın, deməli tropikin burada Atakama səhrasında deyək də, tropikin səhra tipidir. Daha sonra okeanda baxın, tropikin rütubətli tipidir. Afrikada burada Kalaharidir. Sonra Namib səhralarıdır, yenə səhra tipidir. Şərq hissədə Madaqaskarın cənub hissəsində tropikin deməli rütubətli tipidir. Avstraliyanın mərkəz hissəsində isə səhra tipi formalaşır. Şərqində isə baxın, yenə okean olduğuna görə tropikin rütubətli tipi formalaşacaq. Tropik iqlim qurşağının diaqramına baxaq. Tropikin dəniz və rütubətli kontinental tipi var. Tropikin dəniz tipində rütubət çox olacaq. Ona görə ki, temperatur da yüksək olacaq. Ona görə ki, burada buxarlanma sürətli gedir. Həm su var, okean səthi üzərindədir. Həm də bol temperatur, yəni yüksək temperatur var. Buxarlanma intensiv getdiyinə görə bol yağıntılı olacaq. Amma tropikin kontinental tipi ondan tamamilə fərqli olacaq ki, burada temperatur 50 mm-dən də az olur. Bəzi ərazilər var ki, ora illərlə yağıntı düşmür. Məsələn, Atakama səhrasını, dünyanın ən quraq səhrasını bura nümunə gətirə bilərik. Gəlin burada iqlim diaqramlarına baxaq. Deməli, şimalda və cənubda
Tropikin kontinentalının diaqramlarına baxırıq. Görürsüz hər ikisində yağıntı 15 millimetri göstərilib. Yağıntı demək olar ki, yoxdur. Temperatur isə 30-35 dərəcə, yəni maksimum 30-35 dərəcəyə qədər yüksəlir və mənfiyə düşmür təbii ki. Və gördüyünüz kimi temperaturların, yəni diaqramların fərqi burada temperatur xəttlərinin yuxarı və aşağıya doğru çəkilməsində izah olunur tropikin kontinental tipində. Daha sonra subtropik iqlim qurşağına baxaq. Subtropik iqlim qurşağı şimalda və cənubda tam zolaq əmələ gətirir. Subtropik iqlim qurşağının daxilində 4 iqlim tipi, yəni vilayəti mövcuddur. Subtropik iqlim qurşağında yayda tropik, qışda isə mülayim hava kütlələri hakim olduğuna görə yay ayları quru keçir, qış ayları isə mülayim və rütubətli keçir. Subtropikin iqlim tiplərinə baxaq. Subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipi var. Daha sonra kontinental, musson və bərabər rütubətli, yəni rütubətə bərabər faydalan iqlim tipləri mövcuddur. Başlayaq ki, xəritədə göstərək hansı ərazilərdə yayılıb. Deməli, baxın, gördüyünüz bu sarı rəngli hissə subtropik iqlim qurşağıdır. Subtropik iqlim qurşağı adətən bu şəkildə paylanmışdır ki, materiklərin qərbində subtropikin Aralıq dənizi, mərkəz hissələrində kontinental, şərqində də musson tipidir. Şimal yarımkürəsində bu şəkildədir. Məsələn, Şimali Amerikada burada qərb hissədə subtropikin Aralıq dənizi tipidir. ABŞ-ın ərazisində Mississippi ovalığında məsəl üçün qeyd edə bilərik subtropikin kontinental tipi, şərq hissəsində isə rütubətli tipi formalaşmışdır. Yəni musson tipi daha doğrusu formalaşıb. Avropanın cənubunda Pirneya, Apennin, Balkan yarımadalarında subtropikin Aralıq dənizi tipi, materikin mərkəz hissəsində burada Xəzərin cənub hissələrində subtropikin kontinental tipi, baxın bu əraziyə qədər. Burada Çinin şərq hissəsində isə baxın bu ərazidə subtropikin musson tipi formalaşmışdır. Yaponiya və Çin ərazisində subtropikin musson tipi formalaşmışdır. Cənub yarımkürəsində isə qərb hissədə Aralıq dənizi tipi, baxın Cənubi Amerikanın cənub-qərb hissəsində Aralıq dənizi tipi. Sonra mərkəz hissəsində burada məsələn Laplato ovalığını deyə bilərik, subtropikin kontinentalındadır. Şərq hissəsi isə subtropikin bərabər, rütubəti bərabər paylanan tipində formalaşmışdır. Yəni şimalda musson, materiklərin şərqində, cənubda isə rütubəti bərabər paylanan tipi formalaşıb. Daha sonra Afrikada subtropikin 2 tipi var. Bunlar hansılardır? Deməli, biri subtropikin Aralıq dənizi tipidir. Bir də subtropikin, deməli, rütubəti bərabər paylanan tipidir. Daha sonra Avstraliyanın cənub-qərb hissəsində Aralıq dənizi, Nalarbor düzənliyi ərazisində kontinental tipi, cənub-şərq hissəsində rütubəti bərabər paylanan tipi formalaşmışdır subtropikin. Ümumiyyətlə, subtropik iqlim qurşağının tiplərinə görə diaqramlar da fərqlidir. Gəlin həmin diaqramlara baxaq. Deməli, birinci diaqramda Aralıq dənizi tipi verilib, şimal yarımkürəsi və burada isə həmin tipin cənub yarımkürəsi verilibdir. Yağıntısı 809 millimetrə qədər olur təqribi. Burada 850 qeyd olunub şərt rəqəm olaraq. Aralıq dənizi tipində yay ayları quru, qış ayları rütubətli keçir. Gördüyünüz kimi şimalın yayı iyun-iyul avqust quru, qış ayları isə rütubətlidir. Temperaturu isə mənfiyə düşmür. Yuxarı temperaturu 26-27 dərəcədir. Cənub yarımkürəsində də həmçinin sadəcə temperatur xətti əyri çəkilib cənubu göstərir. Yağıntısı isə yenə yay aylarında deməli qurudur. Cənubun yay ayları dekabr, yanvar, fevralda quru keçir hava. Qış aylarında iyun-iyul avqust, yəni cənubun qış ayları isə rütubətli keçir. Subtropikin kontinental tipində isə əsasən materik daxili ərazilər, səhra və yarım səhralar əhatə olunduğuna görə yağıntılar az düşür, temperatur isə mənfiyə düşür, mənfi 5-ə qədər düşə bilər. Şimal hissənin temperaturu 20-25 dərəcə arasında dəyişir. Daha sonra subtropikin musson tipinə və bərabər rütubətli tipinə baxaq. Subtropikin musson tipi, deməli, subtropikin musson tipində necədir? Musson, ümumiyyətlə yay mussonları yağıntılı olur demişdi. Yay aylarında təsir elədiyinə görə Asiyada Sakit okean, Şimali Amerikanda Atlantik okean sahillərini əhatə edir və yayı iyun-iyul avqust ayları yağıntılıdır, qış ayları isə qurudur. Bərabər rütubətli tipində isə adından göründüyü kimi rütubəti aylar ərzində bərabər paylanır, temperaturu isə deməli mənfiyə düşmür.
Bu subtropik iqlim qurşağının diaqramlarıdır. Hansı əraziləri əhatə edəcək? Ümumiyyətlə bərabər rütubətli tip ancaq cənub yarımkürəsində var. Cənub materiklərinin cənub-şərq hissələrini əhatə edir. Yəni Cənubi Amerikanın cənub-şərqi, Afrikanın cənub-şərqi, Avstraliyanın cənub-şərq hissələrini əhatə edir. Daha sonra mülayim iqlim qurşağına baxaq. Mülayim iqlim qurşağı əsasən, baxın, bu gördüyünüz ərazilərdə tam şəkildə formalaşmışdır. Xüsusiyyətləri necə olacaq? Əsasən mülayim iqlim qurşağı əsas iqlim qurşağıdır. Özünə məxsus hava kütlələri var. Alçaq təzyiq sahəsi, qalxan havadır və yağıntılı olur. Mülayimdə fəsillər aydın müşahidə olunduğuna görə burada havanın temperaturu və yağıntılar fəsillərə görə dəyişir və mülayim iqlim qurşağı şimal yarımkürəsində quruda daha geniş ərazini əhatə edir. 4 əsas tipi var, hansılardır? Mülayimin kontinentalı, mülayimin kəskin kontinentalı, dəniz tipi və musson tipi var. Gəlin buradan baxaq. Mülayimin deməli dəniz iqlim tipi əsasən formalaşıb. Baxın, materiklərin qərb hissələrində əsasən formalaşır. Bax, Şimali Amerikanın qərbində dəniz tipidir. Daha sonra burada kontinental, yəni ümumiyyətlə materikin içərisinə doğru getdikcə kontinentallıq artacaq. Mülayimin dənizi, mülayimin kontinentalı, bu hissədə mülayimin kəskin kontinentalı, bura ABŞ-Kanada ərazisinə düşəcək. Daha sonra bu ərazilərdə deyirik mülayimin yenə dəniz tipi. Baxın, Avropanın qərb hissəsidir. İrlandiya, Böyük Britaniya, Qərbi Avropa ərazisi mülayimin deməli dəniz tipidir. Mülayimin dəniz tipinin xüsusiyyətləri nələrdir? Mülayimin dəniz tipində qış yumşaq, yay sərin keçir, il boyu yağıntılıdır, ilin amplitudası az olacaq qeyd edirik. Mülayimin daha sonra kontinental tipində necədir? İqlim daha sərt olur və iqlimin sərtliyi materikin içərilərinə doğru getdikcə daha da artır qeyd edə bilərik. Sonra burada Avropanın mərkəz hissəsində Şərqi Avropa düzənliyi ərazisində mülayimin kontinentaldır. Sibir regionunda mülayimin kəskin kontinentaldır və yaxud da belə deyirik də mülayim kontinental, bu da kontinental. Şərq hissədə isə Kamçatkadır, Saxalin adasıdır. Burada şərq hissələrdə isə mülayimin deməli musson tipi formalaşmışdır və burada istisna olaraq bir dənə qeyd edirik ki, bu ərazidə mülayimin, baxın, Kamçatkada daha doğrusu mülayimin bir dənə dəniz tipidir. Qalan hissələrində şərqdə mülayimin musson tipi formalaşıb. Cənub yarımkürəsində də Cənubi Amerikanın Cənubi Patagoniya yaylasında mülayimin kontinentalı, burada qərb hissədə deməli dəniz tipidir. Okean ərazisində isə təbii ki, tamamilə dəniz tipi formalaşacaq mülayim iqlim qurşağının. Diaqramlarını nəzərə salaq. Ümumiyyətlə mülayim iqlim qurşağında belə deyək də yağıntı 900-1000 mm arasında dəyişir. Gəlin diaqramlardan aydın baxaq. Mülayimin iqlim diaqramları. Mülayim iqlim qurşağının deməli dəniz iqlim tipi şimal və cənubda. Baxın, yağıntılar görürsünüz bərabər paylanıb və temperatur mülayimin ümumiyyətlə 4 dənə tipindən bir dənə dəniz tipidir ki, orada temperatur qışda mənfiyə düşmür. Qalan bütün tiplərində qışda temperatur mənfiyə düşəcək. Temperaturu isə yüksək temperaturu 15-20 dərəcə arasında dəyişir. Mülayimin kontinental tipinə baxaq. Şimal və cənubda gördüyünüz kimi yağıntısı demək olar çox az düşür və temperaturu baxın. Mənfi 8-9 dərəcəyə qədər enmişdir. Yuxarı temperaturu yenə 15-20 dərəcə arasında dəyişir. Qeyd edirik. Daha sonra qeyd eləyə bilərik, burada mülayimdən sonra subarktik, deməli mülayimin yuxarı hissəsində subarktik iqlim qurşaqlarıdır. Subarktik iqlim qurşağının altı, baxın, A yazılan hissələrdə bax subarktik, onun da şimalında arktik iqlim qurşağıdır. Subarktik keçid iqlim qurşağıdır ki, mülayimin və arktikin hava kütlələrini daşıyır. Arktik isə əsas iqlim qurşağıdır. İl boyu arktik hava kütlələri hakimdir. İl boyu onun deməli quru və səthi üzərində quru arktik, dəniz səthi, donmayan səthin üzərində isə nisbətən rütubətli arktik hava kütləsidir. Cənubda isə yenə baxın Antarktida materiki ətrafı ərazilərində subarktik iqlim qurşağıdır, subarktikadır. Subantarktika daha doğrusu. Materikin üzərində, Antarktidanın üzərində isə Antarktikadır, iqlim qurşağıdır. Qeyd eləyirik və bu iqlim qurşaqları qütbə yaxın olduğuna görə temperaturları belə deyək, subarktikin temperaturları maksimum deməli 5-10 dərəcə arasında dəyişir. Yay aylarında o da 5-10 dərəcəyə qədər maksimum qalxır. Yağıntısı 400-450 mm-dir həm şimalda, həm cənubda. Arktik iqlim qurşağının isə yay aylarında maksimum 5 dərəcəyə qədər temperatur qalxır. Yağıntısı 200-250 və daha azdır. Cənub yarımkürəsində də həmçinin. İqlim qurşaqları və iqlim mövzusunun izahı bu qədər.
Ümumiyyətlə isə bir neçə qeyd eləmək istərdim əlavə olaraq. İqlim qurşaqlarının təkrarlanması ən çox Afrika materikində müşahidə olunur. Bunun səbəbi Afrikanın mərkəzindən deməli ekvator xəttinin keçməsidir. Ondan sonra isə nisbətən Cənubi Amerika materikini deyə bilərik. Materiklərdən yalnız Avrasiya materiki bütün iqlim qurşaqlarında yerləşir. Dünya əhalisinin çoxusu subekvatorial iqlim qurşaqlarında, subtropik və şimalın mülayim iqlim qurşaqlarında yayılmışdır. Daha sonra illik temperatur amplitudası ən böyük rəqəmini, qiymətini mülayimin kəskin kontinental tipində Sibir regionunda alır. İllik temperatur amplitudasının ən kiçik qiymətini isə alırıq ekvatorial iqlim qurşağında. Daha sonra qeyd edə bilərik nəyi? Türk dünyası ölkələri isə əsasən subtropiklə, deməli şimalda subtropiklə mülayim iqlim qurşağı ərazisində formalaşmışdı, yəni yayılmışdı. İzah bu qədər. Çox sağ olun.